bülbül gülü sevəndi. Hə, deməli bu bizim bu bişmiş düyüdən götürürük bir qaba. Üzərinə hələ bir ki hardasa bir 3 xörək qaşığı düyü. Qabımızdan asılıdır da, nə boydadır. Düyü üzərinə 1 xörək qaşığı, 2 xörək qaşığı qatıq. Sonra 1 xörək qaşığı un, 2-3 ədəd də yumurta. Və bu cürünə qəşəng isti qabağa, qabağa bu cürünə qazmaq eləyirik. Görürsünüz? İndi burası hələ tam bişməyib, yumşaqdır. Bu indi qoyacaq sobada, ya peçin üstündə asta xodda dəm alacaq, istədiyimiz kıvama qalacaq. Hə. Bu düyünü də onun üstünə əlavə eləyirik, qoyuruq dəmə. Tam qurumasın deyə bunu bura əlavə. Hey, istidir! Sobadan çıxıb axı. O tutmalıdır özünü, sonra bunu əlavə eləməliyik. Hə. Kömək elə. Səliqəyi salırıq. Mən özüm götürəcəkdim. İstidir. Mən özüm götürəcəkdim. Görürsən? Hə, bunun ağzına qəşəng qapağını örtürük. Yağ əlavə lazım deyil. Yox, bunun qoyanda bişməyə ölçüsünə görə. Məsələn üçün, bir kasa düyüyə, haradasa bir kasa düyümüz elədik 450 qram filan. Ona vurdıq 100-120 qram yağ. Yox, biz 1 kilo düyü götürürsə, vururuq ona 200 qram yağ. Bir yerdə qoyuruq, asta xodda qaynayır, van xodla bişir. Biz indi bunu ağzını örtüb atırıq, bu da sobaya geçsin bişməyə.